64 dənə müraciətim olub mənim. Bizim bu yollara bir əncam çəksinlər. Valla bu küçə boyucu bir hamısı zırh palacaq. Yağış yağanda burada keçmə mümkün deyil. Yağış yağanda burada keçilməz bir vəziyyətə gəlir çıxır. Bu məsələni işıqlandırasınız, bəlkə yuxarı təşkilatlar görə bir əncam çəkər. Aliyev Cəlal Fərzulloğludur, Qaradağ Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə sakiniyəm. Mən də bu sakinlər kimi öz şikayətim bundan ibarətdir ki, yolumuz bərbad haldadır. Bir neçə dəfə biz bu barədə bir neçə dəfə icra hakimiyyətinin qəbulunda olmuşuq. Qaradağ rayonunun icra hakimiyyətinin qəbulunda olmuşuq. Bələdiyyənin özünü çağırmışıq bura. Real vəziyyəti göstərmişik ki, qardaş, baxın bu yolun vəziyyətinə. Uşaq var, böyük var, xəstə var, skor girə bilmir bu yola. Xahiş edirik artıq dərəcədə sizdən bu məsələni işıqlandırasınız, bəlkə yuxarı təşkilatlar görə bir əncam çəkər. Əliyev Azər, problemimiz yolla bağlıdır qardaş. Yollarımız bərbad haldadır. Yəni gedib gəlmək mümkün deyil. Məktəb var buralarda. Uşaqlar məktəbə gedir bu yolla. Faktiki olaraq yollarımız çox pis vəziyyətdədir. Yəni xahiş eləyərdik ki, bu yollara bir əncam çəkilsin. Zeynalov Fuad Elxanoğlu 6-cı massivdə yaşayıram. Problem nə ilə bağlıdır? Problem ilk növbədə bizdə hal-hazırda yoluna bağlıdır. Yoldan qabaq kanalizasiya sistemində olub problem, su kanalizasiya sistemində. Yəni bayaq qeyd etdiyim kimi bütün qonşular yığılmışıq. Kimin nəyə gücü çatıb 100 manat, 150 manat, elə adam olub olmayıb 30 manat, 20 manat. Yəni ki, bu köməkləşib özümüz düzəltdirmişik. Baxa bilərsiniz, hər şeyi özümüz almışıq. Lüklardır, turbalardır, traktordur, fəhlələrdir. Hamısının pulunu özümüz ödəmişik. Mən yenə deyirəm, şəxsən özüm 2 ay ərzində 8 dəfə kanalizasiyanı açdırıb düzəltdirmişəm, 8 dəfə. Müraciətim də qaynaq xətdən yoxlaya bilərsiniz. Ad familiyamda, telefon nömrəmdə orada var. 64 dənə müraciətim olub mənim. Yəni bu qeydiyyatda da var. İndi yolla gedib gəlmək olmur. Mümkündür bu yolla gedib gəlmək. Cəmaət əziyyət çəkir. Körpə uşaqlar məktəbə gedib gələ bilmirlər. Bu yoldan keçməkdən ötürü deməli bir kilometr yolu belə fırlanırlar. Məktəbə 1 kilometr yarım. Buradan amma 250-300 metrə yoldur. Həm dayanacağa, həm məktəbə. Yəni ki, vəziyyətimiz çox pisdir. Gedib gəlmək mümkündür. Maşınlar gedib gələ bilmir. Mən şəxsən öz maşınımda, qonşular hamısı bilir. Maşınla gəlib gedmirəm. Maşını saxlayıram dağın başında, o tərəfdə. Ya bu biri tərəfdə yağış yağanda. Ayaqla gəlirəm, gedib maşına minib, sonra çıxıb gedirəm. Buradan maşınla gəlib gedmək mümkündür, qardaş. Vətəndaşların şikayəti ilə bağlı Qaradağ rayon icra hakimiyyətindən sözü gedən massivlə bağlı açıqlama verib. Qaradağ rayonunun Lökbatan qəsəbəsi 6-cı massiv 1-ci küçə sakinləri tərəfindən daxil olmuş müraciət tərəfimizdən nəzərdən keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10 nömrəli məhdud məhsul cəmiyyətinin balansındadır. Məlumat üçün bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən sözü gedən yol sahəsi nəzərə alınıb və gələcək dövrdə həmin ərazidə asfaltlaşma işlərinin aparılması planlaşdırılıb. Hal-hazırda yolların asfaltlaşdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən mərhələli şəkildə həyata keçirilir. Vətəndaşların iddiası ilə bağlı Lökbatan Bələdiyyəsinə müraciət ünvanlasaq da heç bir məlumat əldə edə bilmirik.